Şeyx Səduq Əmali kitabı səhifə 190-da qeyd edir. İmam Rıza əleyhissalam belə buyurmuşdur. Məhərrəm elə bir aydır ki, cahiliyyət dövründə cəmaat döyüşməyi haram kimi qəbul etmişdilər. Lakin bizim qanımızı tökməyi o ayda rəva gördülər və bizim ehtiramımızı aradan qaldırdılar. Övladlarımızı və qadınlarımızı əsir apardılar. Çadır və mənzillərimizi yandırdılar. Nəyimiz vardırsa qarət edib apardılar və Allah Rəsulü sallallahu aleyhi və səlləmin bizim haqqımızda dediklərinə rəva etmədilər. Hüseynin başına hadisələr gələn gün bizim göz qapaqlarımızı yaraladı, göz yaşımızı ağlatdı, əzizimizi zəlil etdi. Odur ki, qiyamət gününə qədər ağlayan gözlər gərək Hüseyin kimisini ağlasınlar. Çünki Hüseyni ağlamaq böyük günahları təmizləyər.